Gəlin sizə bir sual nizamına baxaq. 226 ədədinin sonuncu rəqəmini tap deyir. Burada belə eləyək. Birinci 2 üstü 1 neçə eləyir? 2 eləyir. 2 üstü 2 4 eləyir. 2-nin kubu 8. 2 üstü 4 16 eləyir. 2 üstü 5 biz bilirik ki 32-dir. 2 üstü 6 64'dür. 2 üstü 7 128'dir. 2 üstü 8 ise 256'dır. İndi burada nəyə fikir ver? Burada fikir ver. Ədəd 2 ilə başlayır. Burada da 2 ilə qutarır. Daha doğrusu 2 ilə qutarır, 2 ilə qutarır. Burada 4 ilə qutarır. Burada da 4 ilə qutarır. Burada 8 ilə qutarır. Burada 8 ilə qutarır. Burada 6 ilə qutarır. Burada 6 ilə qutarır. Deməli, belə bir nəticəyə gəlirəm ki, 4 perioddan bir bunların sonu eyni qutarır. Onda nə edirsən? 2 üstü 26-da 26-nı götürürsən, bölürsən 4-ə. Bu bizə verir 6, qalıq 2. 6 dənə tam periyodum var. 6 dənə tam periyod o deməkdir ki, gəlib bazı sonu 6 ilə qutarır da. Yəni burada 24 olsaydı 26-nın yerinə 4-ə bölərdin, 6 alardın. Belə bir nəticəyə gələcəydin ki, bunun sonu 6 ilə qutarır. Amma bizdə qalıq 2 də var. Qalıq 2 də varsa, gəlirsən başlanğıca. 2, 4. Birinci yerdə 2 durur, ikinci yerdə 4 durur. Bizdə qalıq 2 deyil, qalıq 2 isə 2 uyğun gələn 4-dür. Deməli, sonuncu rəqəmi nəymiş? 4 imiş. A variantı.